Dəli bürclər 1 dekabrdan 8 dekabra doğru Oğlaq Boğa qız bürclərinin torpaq ünsürləri nə gözləyir? Əslində qalsa bu həftənin uğurlu bürclərindən də biri Oğlaqları demək olar, amma deyə bilmərəm tam uğurlusuz. Çünki Günəş özü belə deyim də evrən və Günəşin aktivləşməsi enerji olaraq Oğlaqları şans və güc baxımından yönləndirəcək. Yəni bu həftə gücünüz tükəndiyi zaman belə yenidən belə deyim də özünüzü deformasiya etdirə biləcəksiniz, özünüzü aktivləşdirə biləcəksiniz, özünüzü güncəlləşdirə biləcəksiniz və belə deyim, həm bədənsel olaraq, həm də enerji olaraq, maddisal pul gəlir olaraq çox şanslı bir zamandır. Sadəcə məni narahat edən həftənin cümə günündən başlayaraq azadlığınızın kısıtlanmasıdır Oğlaqlar. Buna biraz fikir vermək lazımdır. Çünki elə bir zamana keçəcəksiniz ki, sanki azadlığınız özünüzü gücləndirməklə bağlı Oğlaqlar ümumi boşluqda olacaqsınız. Bu isə sizin inkişafınızı, bu sizin insanlarla sosiallığınızı özünüzü ifadə etmə, danışıq olaraq, psixoloji olaraq, beyin olaraq aktivləşməyinizi bloklaya bilər. Amma yeni yollar gələcək. Elə bir zamanda olacaqsa, qərarsızlıqda olacaqsınız, ikili yolda, ikili təklifdə qalacaqsınız Oğlaqlar. Pul maddiyat baxımından şansınızı bərpa eləyəcəksiniz. Amma hər şeydən vacib bilirsiniz də bizim azadlığımızın aktiv şəkildə davam etməsidir. Bu azadlığımız isə zaman çərçivəsinə doğru biraz bloklanmış vəziyyətdə olduğu üçün özümüzü kəşf etmək, yeni nüanslarda görməkdə ən çox da bizim sağlamlığımıza, göz enerjilərimizə problem olacaq, qulaq arxasına doğru, başımızın arxasına doğru narahatçılıqlara səbəb olacaq. Bir də qəribə bilmirəm, ayaqla əlaqədar, ayaq, taban əlaqədar nəsə narahatçılığı var, sadəcə tuta bilmirəm. Oğlaqlar fikir verməlisiniz. Ümumi pis həftə deyil, 81%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Digər buğalara keçəndə buğalar bu həftə çox iynələyici olacaq. Haqqımı heç kəsə yedirmirəm. Hər kəsə doğru öz haqqımı tələb edirəm və mübahisələrə, münaqişələrə doğru aktiv vəziyyətdə olacaqsınız. Elə bilin ki, bu həftə buğalar canlı bomba olacaqsınız. Kimsə sizə nəsə deməyə çalışdığı zaman negativ və aqressiv fonda hər şeyi bildirəcəksiniz. Bu qədər aqressiv olmağa ehtiyac yoxdur. Həftənin əvvəlində müharibə vəziyyətində olan bir sərkərdə olacaqsınız. Həftənin sonlarına doğru balaca bir uşaq olacaqsınız. Diqqət, istək, belə deyim də qayğı çalışacaqsınız əldə etməyə və biraz emosionallığınız həddən artıq çox olacaq. Əslində kapitallıq sizin əlinizdədir. Bu həftəni idarə edə bilərsiniz, zamanı idarə edə bilərsiniz, insanları idarə edə bilərsiniz. Amma bunu aqressiv fonda idarə etməyiniz sizin itkiyə doğru aktivləşməyinizi yüksək səviyyədə gücləndirəcək. Ruhsal bədəniniz sabit vəziyyətdədir, amma danışığınız və beyniniz sabit olmadığı üçün həftədə həm maddi olaraq, həm də şəxsiyyətlə əlaqədar olaraq itkiləri aktiv formada gücləndirəcəksiniz. Ümumi dəyərləndirsək, Oğlaqlar, buğalar 71-73%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma səbirli olmalısınız. Ən birinci məqam səbir və danışıqlarımızı gücləndirməyimizdir. Kimlərsə nəsə müdaxilə edib sizi önə çəkə bilər. Bu yalancı önə çəkilmələrə çox da əhəmiyyət verməyin. Buğalar, bu sizə aiddir. Qız bürclərinə gələndə isə qız bürcləri də həftənin uğurlarından biri ola bilər. Çünki keçmişdən yarımçı qoyduğunuz bütün şanslar sizə doğru gələcək. Həm ailə baxımından təsdiqlənəcəksiniz, həm beyninizdə məntiq baxımından güclənəcəksiniz, pul maddiyat baxımından stabillik qura biləcəksiniz. Çoxdan da gözlədiyiniz şanslar sizə doğru gələcək və sizin aktivləşməyinizə səbəb olacaq. Sadəcə bəzi nüanslarda bir şey unutmayın qız bürclər. Siz hər şeyi çatdıra bilmərsiniz. Yəni robot deyilsiniz. Hər şeyi zamanı doğru çatdırmaq, özümü gücləndirmək, özümü aktivləşdirmək, bunu bacara bilməyəcəksiniz. Biraz heyfslənməyiniz, biraz bu həftə belə deyim də özünüzü narahat etməyinizin ən böyük səbəblərindən bu ola bilər. Bacarığınız və özünüzü gücləndirə bilməməyinizin səbəbi ola bilər. Ümumi gözəl həftədir, ümumi doğrultma həftədir. Övladlarınızla, ailəvinizlə gözəl şans və pul maddiyatla bağlı aktivləşməyinizi vurmağa bacaracaqsınız qız bürcləri. Dəyərləndirsək 87-88%-ə qədər qız bürcləri özünüzü əldə edə bilərsiniz və hamiləliklə əlaqədar olaraq hansısa bir qız bürcü özünü aktivləşdirmək istəyirsə, bu həftə uğurlu şansdan istifadə edə bilərsiniz.